Salam dostlar, mən Hilal. Salam, mən isə Bilal. Kanalımıza xoş gəlmisiniz. Bu dəfə də yenə maraqlı bir video ilə qarşınızdayıq. Hilal, səncə dünyada əvvəl ağaclar yaranıb, yoxsa köpək balıqları? Çoxları ağacların daha qədim olduğunu düşünə bilər, amma cavab biraz təəccüblüdür. Köpək balıqları daha qədimdir. Alimlərin araşdırmalarına görə köpək balıqlarının çox qədim əcdadlarına təxminən 450 milyon il əvvəl okeanlarda yaşayırdı. Bəs ağaclar necə? İlk həqiqi ağaclar təxminən 380-390 milyon il əvvəl meydana çıxıb. Deməli, köpək balıqları ağaclardan təxminən 60-70 milyon il əvvəl yer üzündə olublar. Təsəvvür et, o vaxt hələ böyük meşələr yox idi, amma okeanlarda köpək balıqlarının qədim qohumları artıq üzürdü. Və ən maraqlısı budur ki, köpək balıqları milyonlarla il ərzində dəyişərək bu günə qədər gəlib çıxıblar. İndi sən də bilirsən, ağaclar da qədimidir, yoxsa köpək balıqları? Əlbəttə köpək balıqları. Dostlar, bəs sizcə hansı? Şərhlərdə yazın görək. Videomuz xoşunuza gəldiysə bəyənib paylaşmağı unutmayın. Belə maraqlı məlumatlar üçün Hilal kanalımıza abunə olmağı unutmayın. Hələlik, kəşf et, öyrən, əylən.